Anasını öldürüp cinsi istismar eden, hele 10 yaşındayken alkolik olan, hayvanları öldürdükten sonra onlara cinsi istismar eden, hele 15 yaşındayken ilk cinayetini töreden, hapishanede rahat yaşamak için onu da ben öldürdüm, bunu da ben öldürdüm diye ifadeler veren, 600'den çok cinayetini itiraf eden, manyak, psikopat, deli, katil Henry Lee Lucas. Gelin biraz onun uşaqlığından danışaq. Onun uşaqlığı həqiqətən ürək ağrıdıcıdır. O 1936-cı ildə istənməyən bir uşaq olaraq Virginiyada doğulub. 9 qardaşın ən kiçiyi idi. Anası Viola haqqında biraz danışaq. Viola yüngül həyat tərzi keçirirdi. O Henry'ni və 2 ayağında məhrum olmuş atasını tez-tez döyürdü. Onun ölümü haqqında dəqiq məlumat yoxdur. Bəzi qaynaqlarda o donaraq ölüb. Bəzi qaynaqlarda isə deyilir ki, anası Henry'nin gözü qabağında onu öldürüb. Bu oğlanları sevmirdi. Buna görə də Henry ilə qız kimi davranırdı və hətta qız paltarında saçına bantlar taxaraq məktəbə göndərirdi. Henry'nin sevgi ilə bəslədiyi heyvanları onun gözü qarşısında öldürürdü. Anası Viola həmişə Henry'yə nifrət edirdi. Bir gün qardaşı ilə etdiyi davadan sonra Henry'nin gözü yaralanır. Anası onu xəstəxanaya aparmadığı üçün gözünə infeksiya düşür. Buna görə gözünü çıxarmalı olurlar. Gözünün bu cür görsənməsi elə ona görədir. Henry ilk cinayətini 15 yaşında edir. O 17 yaşında qızı Mişeyə aparır və ona yaxınlaşmağı təklif edir. Qız rədd etdikdə o onu boğaraq öldürür. Cəsədini cinsi istismar edərək elə oradaca bastırır. Ancaq buna görə həbs olunmur. Henry bunu söyləyənə qədər heç polislərin bu cinayətdən belə xəbəri yox idi. Bu cinayətdən 3 il sonra etdiyi oğurluqdan 4 il müddətində həbs olunur. Həbsdəykən biri ilə məktublaşır. Onunla evlənməyi düşünürdü. Həbsdən sonra ögey bacısı ilə yaşamağa başlayır. Planlarında məktublaşdığı qadınla evlənmək var idi. Ancaq Henry'nin anası onun evlənməsini istəmir. Viola artıq yaşlandığı üçün Henry'yə onunla yaşayıb ona kömək etməsini istəyir. Henry anasının ona yaşatdığı zülmlərə görə onunla yaşamağı rədd edir. Ancaq Viola bir gün oğlunu evinə dəvət edir. Anası yenidən onunla yaşaması haqqında söhbəti açır. Ancaq Henry rədd etdikcə, anası da israr edincə mühit gərginləşir. Anası Henry'ni uşaq hesab edib başına süpürgə ilə vurur. Henry isə onu bıçaqlayır. Anası ölür və Henry onu cinsi istismar edir. Və buna görə Henry 2-ci dərəcə cinayətdən 40 il həbs cəzası alır. Ancaq həbsxana dolu olduğu üçün cəmi 10 ildən sonra azadlığa çıxır. Çıxdıqdan sonra nəhayət ki məktublaşdığı qadınla evlənir. Bu evlilikdə cəmi 2 il çəkir. Evləndiyi qadının ögey bacısını cinsi istismar etdiyi üçün həmin qadın da ondan boşanır. Sonra o bir restoranda özü kimi cinayətkar olan Otis Toll'la tanış olur. O öldürdüyü insanları yeyən serial qatili idi. Bu ikili çox yaxşı anlaşır və sevgili olurlar. Ancaq bu uzun çəkmir. Henry Otis'in 15 yaşlı əqli qüsurlu, kimsəsiz qohumu Becky ilə tanış olur. Henry Otis'in evində Becky ilə bol-bol vaxt keçirirlər. Bir müddət sonra Henry qərar verir və Otis'dən ayrılır. Və o Becky ilə başqa bir evə köçmək qərarına gəlir. Sonra Moore adlı bir nəfər onlara fermada bir ev təşkil edir. Onlar bir müddət bu evdə yaşayırlar. Henry özünü ətrafa evli kimi təqdim edirdi. Onu da deyim ki, Henry'nin həmin vaxt 45, Becky'nin isə heç 15 yaşı olmamışdı. Becky Henry'dən get-gedə qorxduğu üçün ona orada artıq darıxdığını deyirdi. Henry bununla razılaşır və onu avtobus dayanacağına aparır və bu Becky'nin görüldüyü son an olur. Və o gündən sonra Becky'dən heç bir xəbər alınmadı. Və bir il sonra Henry silah daşımaqdan həbs olunur. Ancaq 5 gün həbsdən sonra etdiyi bütün cinayətləri etiraf edəcəyini deyir. Əslində o Becky'ni öldürdüyünü hissələrə bölüb zibil torbasına doldurub bastırdığını etiraf etdi. Sonra isə 600-ə yaxın cinayətini, bəzi ifadələrində isə 3000-ə yaxın cinayət törətdiyini etiraf edir. O bu etirafları siqaret və televizor kimi imtiyazları əldə etmək üçün edirdi. Əslində bir insanın bu qədər cinayət törətməsi fiziki olaraq qeyri-mümkün görünürdü. Henry Lee Lucas tarixin ən çox cinayət etirafı edən, lakin etiraflarının çoxunun yalan olduğu ortaya çıxan ən qaranlıq personajlardan biri idi. Bu etiraflardan sonra Henry'yə edam cəzası verilir. Ancaq edama bir gün qala ürək çatışmamazlığından ölür. Videoma sonuna qədər baxdığınız üçün təşəkkür edirəm. Bu kanalda yalnız qatillərin həyatı deyil, məşhurların gizli həyatı, sirli hadisələr və insanların bilmədiyi qaranlıq hekayələr paylaşılacaq. Bunun üçün abunə olmağı unutmayın.